Sonra Rəşad qardaşımız axır zamanda bir neçə dərs keçdi. Zahir əməllər barədə, imam mövzusu barədə. Şaya yayıldı ki, bəzi mədəni tələbələri Rəşada mucize deyiblər. Bunların söz-söhbət dedikodudur. Rəşad orada heç nə deməyib, qardaşımız Allah razı olsun. Heç nə deməyib, artıq bir söhbət. Sadəcə Əhlüsünnə vəl Cəmaənin mövqeyini bildirib bu məsələdə və heç bir də səhv deyil, düzdür. Mən də dəstəkləyirəm. Burada heç nə yoxdur. Sadəcə bilirsiniz, o murciə o düşüb ortaya. Bunlar ümumiyyətlə ləğv eləmək lazımdır. Birinci, hər adamdan götürməyin söz. İkinci də, tutaq ki, mənə deyirlər murciəyəm. İndiyəcən demişəm ki, bir dənə məsələ gətirin ki, mən o məsələdə murciəyəm. Heç kəs gətirə bilmir. Heç kəs gətirə bilmir. Ona görə danışırlar da, hər adama söz demək olar. Rahatdır. Lakin həqiqətən elədir. Əlhamdülillah, mən murciə deyiləm. Mən sələfiyəm, əlhamdülillah. Həm əqidədə, həm minhəcdə. Əslində, murciələ azmış tayfa görürəm. Azmış tayfa görürəm və bir şey nəzərə alın ki, onlar nə ki bizə? Onlar alimlər hamısına murciə deyir. Albaniya, İbn Baza, hətta Fovzana, hətta İbn Teymiyyə bəziləri, oğullatlar. Ona görə sizi təəccübləndirməsin. Murciə, bir soruş murciə deyəndə, murciə kimlərdir, haçan yaranıb, kim deyəndə, nə deyəndə murciə olur? Bunlar dəqiqləşdirir, özün görürsən, onlar dəqiq sənə cavab da verə bilməyəcəklər. Ona görə bu söz-söhbətdir, dedikodudur, əlhamdülillah mən sələfiyəm və qardaşlar da ətrafda hamısı sələfidir. Əlhamdülillah, biz heç vaxt murciə əqidəsini təbliğ eləməmişik. Sadəcə, onlar nə gətirə bilərlər? Onlar gətirirlər, məsələn, bəzi alimlər barədə nələrsə deyir. Bu elmi mübahisədir, elmi münaqişədir, bu normal haldır, bu adi haldır. Biz lazımdır o qarışaq olan münaqişələrinə götürək bayraq eləyik və yayaq və ittiham eləyirik. Nədir, alim dedik, buna alim ki, murciədir və s. Bizimki dəvətdir, Allah Subhanahu taala'nın yoluna dəvət və ixtilafa girməmək şərti ilə. İxtilafı tərk etmək lazımdır elm tələbələrinə. Elm tələbələri müzakirə eləsinlər və s. Amma problem budur ki, elmsiz adam belə məsələlərə girişib, müzakirə eləyir və ittiham eləyib, bu səhvdir.